Əgər mətnlərdə vaxt itirmək istəmirsənsə, bu video səninlidir. Mətni oxumadan belə doğru cavaba necə çatmaq olur? Gəlin baxaq. Hər kəsə salam. Mən Humay müəlliməm. Gəlin mətni oxumadan həll etməyin yollarını öyrənək. 48-ci sual. Bürc Əl Ərəb ikinci ən hündür oteldir dünyada. Bürc Əl Ərəb ikinci ən hündür oteldir dünyada. Birincisini düz götür. Bürc Əl Ərəb yalnız yerli insanlar üçün. From the moment you check through to the moment you are dropped at the airport, the hotel staff take care of everything. Bilet yoxlanmasından tutmuş, aeroporta düşdüyün ana qədər şeyin qayğısına qalır. Aeroport məsələsi olduğuna görə demək ki, turistlər gələ bilir. Yəni yalnız yerli insanlar üçün deyil. O qitədən dənizlə ayrılır. Is connected to the mainland by means of private bridge. Dubai's coast, Dubai sahilində yerləşir və qitəyə körpü ilə birləşir, dənizlə ayrılır. 4-də deyir 200 otaq var. Lakin biz bu cümlədə görürük ki 202 otaq. 4 yanlışdır. Cavab olur 1-3 variantı. 9-da bizdən mətnin nə haqqında olduğu soruşulur. Mətnimizin nə haqqında olduğu adətən ilk cümlədə bəlli olur. Bürc Əl Ərəb haqqındadır. Lüks bir oteldir. Dubai Birləşmiş Ərəb Əmirliyində yerləşir. C variantı. How can the guests reach the hotel? Otelə necə çatırlar? It's connected to the mainland by means of private güzel bir körpü. Cavabımız olur A variantı. Əl Müntaha restoranının haqqındadır. One of the restaurants is Əl Müntaha. 6 mükafat qazanan restoran var ki, biri də Əl Müntaha restoranıdır. 200 metr dəniz səviyyəsindən yüksəkdir və fantastik mənzərəsi var. Bizdən 100 metr aşağıdadır. Dəniz səviyyəsindən təbii ki, yanlışdır. Dubai'nin fantastik görüntüsünü təmin edir. Düzdür. Bürc Əl Ərəb otellərində restoranlardan biridir. Düz. Ən ucuz restorandır. Belə bir cümlə verilmiş. Cavab olur 2-3. 12-ci sual səhv istəyir. Bürc Əl Ərəb adi bir oteldir. Yanlışdır. Birinci cümləmizdə verilib luxury hotel. Ona görə də bir yanlışdır və bizdən də səhv istədiyinə görə götürür. Dubai'dəki ən amazing, yəni heyrətamiz binalardan biridir. Bu hissədə verilib, yəni içini çıxırıq. Onun eksteryeri, yəni xarici görünüşü, interyeri, yəni daxili kimi gözəldir və bu cümlə düz. Bu hissədə verilib ki, views of the exterior of the hotel are impressive as the views of interior. 3 düzgündür və çıxırıq. Deho ara süni şəkildə yaradılmış adalarından biridir. Type of Arabian boat. Ərəb qayığının bir növüdür və 4 yanlışdır. Vəssalam, mətn oxumadan bütün suallarımızı düzgün şəkildə cavablandırdıq. Bu videonu bəyəndinizsə, like etməyi və səhifəyə abunə olmağı unutmayın.